birinizi salamlayıram dəyərli abituriyentlər, şagirdlər və müdavimlər. Bugünkü YouTube izah videomuzun mövzusu Hun dövlətidir. Yəni ki, Qərbi, Avropa Hun dövləti. Qərbi, digər adı ilə Avropa Hun dövləti. Dövlətin yaranmağına keçməmişdən əvvəl biz mütləq şəkildə xalqların böyük köçünə değinməliyik. Niyə? Çünki bu dövlət xalqların böyük köçü nəticəsində yaranır. Xalqların böyük köçü tarixdə 4-cü, 7-ci əsrləri əhatə edən bir köçdür. Xalqların böyük köçünün siyasi, iqtisadi müəyyən səbəbləri var. Hansı ki, otlaq sahələrin azalması, tayfalar arasında çəkişmələr, digər xalqların bu xalqlara olan basqınları nəticəsində dünya tarixində xalqların böyük köçü başlamışdır. Xalqların böyük köçündə Oskotlar, Veskotlar, Sabirlər, Bulqarlar və əsasən də Hunlar iştirak edirdilər. Və onlar Altay dağının ətəklərindən keçərək artıq gəlirdilər Mərkəzi Asiyanın içərilərinə, Avropaya doğru. Bəs bu Qərbi Avropa Hun dövləti necə yarandı? Hunların ilk başçılarından birinin adı Tanrıdır. Tanrıxan. Lakin dövlətin yaranmasını biz Tanrıxanın adı ilə bağlamırıq. Yəni bu sadəcə tayfalara rəhbərlik eləmiş bir şəxsdir. Yəni dövlətin yaranması Tanrıxanın adı ilə bağlı deyil. Bu Hunlar Mərkəzi Asiyanın, Avropanın içərilərinə doğru getdikcə müəyyən tayfalar özlərinə tabe etmişdilər. Hansı ki biz burada Ostqotları, sadəcə Qotları və s. deyə bilər ki, bu tayfalar özlərinə tabe etmişdilər. Bəs dövlət neçənci ildə yaranmışdı? Dövlət 374-cü ildə Balamir xan tərəfindən yaradılmışdı. Qərbi, yəni Avropa Hun İmperatorluğu. Balamir xanın dövründə dövlətin sərhədləri xeyli genişlənmişdi. Lakin bu dövlətin ən əsas yadda qalan hökmdarlarından biri Attila olmuşdur. 434-cü ildə hakimiyyətə gəlmiş. Hakimiyyətə gəldikdə dövləti qardaşı Bileda ilə bir yerdə idarə edirdi. Lakin bir müddətdən sonra Attila dövləti tək başına idarə etməyə başladı və geniş əraziləri yaymağa başladı hakimiyyətini. Onun ən böyük yürüşlərindən biri Şərqi Roma. Yəni Bizans üzərinə olacaq ən böyük yürüşlərindən biri. Yürüşün sonunda 434-cü ildə kitablarda artıq adı yoxdur, amma Konstansa sülhü imzalanır. Bu sülhün şərtlərinə görə Roma Attilaya müəyyən məbləğdə təzminat ödəməli, xərac verməlidir və bunlarla da ticarət əlaqələri saxlamalıdırlar. Lakin bir müddətdən sonra Bizans bu dediyini etməyəcək, yəni müqavilənin şərtlərini pozacaq. Həmçinin Hunlar içərisində davət salmağa çalışacaq, Hunları zəiflətməyə çalışacaq və s. Bundan qəzəblənən Attila yenidən Roma İmparatorluğunun üzərinə hücum eləyəcək və bu səfər oranı tamamilə özünə tabe edəcək. Şərqi Romadan sonra Attilanın növbəti hücum hədəfi Qərbi Roma olur. Qərbi Romaya yürüş edərkən burada Roma qoşunlarında Alexinin başçılığı altında, Hun qoşunları isə təbii ki Attila başçılıq edir. 451-ci ildə Katalaun döyüşü baş verir. Katalaun döyüşünün heç bir qalibi yoxdur. İki tərəfin ikisi də xeyli itkilər verərək məğlub olur. Lakin daha sonra Attila öz ağlını istifadə edərək yenidən Romalıları təqib edir və gəlir Roma şəhərinin ətrafına. Lakin Roma şəhərini tutmur. Nəyə görə? Çünki Roma papası gəlir Attiladan xahiş edir ki, şəhər tutub yandırma, ondan xahiş edir və Attila ona qulaq asaraq şəhər tutub yandırmır, sadəcə onları özünə tabe edir. Lakin 470-ci ildə Attila müəmmalı şəkildə vəfat edir. Onun ölümü hələ də tarixə məlum deyil ki, nəyə görə ölür. Və Attilanın ölümündən sonra dövlət başlayır yavaş-yavaş zəifləməyə. Dövlətə qarşı üsyanlar qaldırır və bu isə dövləti zəiflədir. Elə həmən ildə dövlət süqut edir, parçalanır və parçalar isə digər ərazilər yayaraq müəyyən dövlətlər yaradır. Bununla da Qərbi Avropa Hun İmparatorluğu süqut etmiş olur. Keçirik Ağ-Hun İmparatorluğuna. Ağ-Hun İmparatorluğu. Asiya Hun dövləti dağıldıqdan sonra Hunlar dünyanın müəyyən istiqamətlərində getmişdilər və bu parçalanmadan sonra məhz meydana gələn dövlətlərdən biri də Ağ-Hun İmparatorluğu olmuşdu. Ağ-Hun İmparatorluğu 4-cü əsrin ikinci yarısında meydana gəlmişdi. Bu dövlətə bəzən Eftal xanın adı ilə Eftalitlər də deyirlər. Eftalitlər. Onlar çox geniş bir ərazilərə malik olmuşdular və ən görkəmli hökmdarlarından biri Ağsuvar xan olmuşdu. Ağsuvar xan.
Aksuvar xan 430-cu ildə hakimiyyətə gəlmişdi və hakimiyyətə gəldikdən sonra Sasanilər üzərində qələbə qazanmışdı. Neyini? Sasanilər üzərində qələbə qazanır. Sonra Herat üzərinə hücum edir və Heratda qələbə qazanır. Sasani hökmdarı 1-ci Firuzun hakimiyyətə gəlməsində kömək edir və onu taxta gətirir. Lakin Firuz hakimiyyətə gəldikdən sonra Aksuvara qarşı çıxır, ona qarşı mübarizə aparır. Aksuvar bu mübarizədə, bu döyüşdə Firuza qarşı Turan taktikasından istifadə edir və yola xəndəklər qazaraq 1-ci Firuzu və onun köməkçilərini, əsgərlərini xəndəyə salaraq öldürür. Firuzdan sonra hakimiyyətə 1-ci Qubad çıxır. Bilirik ki, 1-ci Qubadı da Məzdəkilər hərəkatına görə taxtdan salıb hakimiyyətdən uzaqlaşdırırlar. Həmənki müddətdə Aksuvar xan Qubada kömək eləyir, öz qızını Qubada ələ verir və Məzdəkilər hərəkatının yatırılmasında Qubada yardımcı olur. Aksuvar xandan sonra hakimiyyətə Mihira Qul xan gəlir. Mihira Qulun dövründə ölkə ən güclü dərəcəki sərhədlərinə çatır. 700 mindən çox onların döyüş fili olur, nizami ordu yaradılar, dövlətin sərhədlərini genişləndirirlər. Yəni bir növ desək, dövlət Mihira Qulun dövründə çiçəkləmə dövrünə qədəm qoyur. Mihira Qulun dövründə onlar Hindistana tez-tez yürüş edirdilər və Hindistanın şimal-qərbini tamamilə Axund imperatorluğuna tabe etmişlər. Lakin Mihira Qulun ömründən sonra ölkədə gedən daxili çəkişmələr və pərakəndəlik dövləti yavaş-yavaş zəiflədirdi. Göytürk və Sasani dövləti 567-ci ildə birləşərək Axund dövlətinin varlığına son qoydular və bununla da Axund imperatorluğu süqut etdi.